Yeni dövrün çağırışı, sosial məsuliyyətli ictimai tərəfdaşlıq mövzusunda dəyirmi masa keçirilib. Dost Agentliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə dövlət və özəl sektor, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri iştirak ediblər. Konstitusiya və suverenlik ili çərçivəsində həyata keçirilən tədbiri giriş sözü ilə Dost Agentliyinin idarə heyətinin sədri Fərid Məmmədov açıb və belə görüşlərin əhəmiyyətini qeyd edib. Daha sonra Dostun fəaliyyəti ilə bağlı təqdimat nümayiş etdirilib. Görüş çərçivəsində iştirakçılar dövlət, qeyri-hökumət təşkilatları və özəl sektor arasında tərəfdaşlığın sosial rifahı gücləndirməkdə mühüm rolunu vurğulayıblar. Tədbir ümumi müzakirələrlə davam edib. Müzakirələr zamanı bildirilib ki, bu cür platformalar sosial məsuliyyət mədəniyyətinin formalaşdırılması və dövlət-cəmiyyət əməkdaşlığının daha da inkişafı üçün xüsusi əhəmiyyət daşıyır. Qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri ilə sosial sahədə islahatların, sosial sahədə həyata keçirilən proqram və layihələrin çətinlikləri, uğurları haqqında müəyyən fikir mübadiləsi elədik. Sosial sahədə özəl sektorun rolu, sosial sahədə qeyri-hökumət təşkilatların rolunu qiymətləndirdik və eyni zamanda da həmin tərəfdaşlarımızdan biz dəyərli qeydləri, təklifləri aldıq. Şübhəsiz ki, bu cür tədbirlər çox faydalıdır. Ona görə ki, biz Dost Agentliyi olaraq öz fəaliyyətimizi daim təkmilləşdiririk və bu cür tədbirlərdə bizim bu təkmilləşmədə, təşkilat olaraq, model olaraq təkmilləşmədə bizə çox böyük fayda verir, çox böyük rol oynayır. Eyni zamanda onu da qeyd eləmək istəyirəm ki, biz Dost Agentliyi olaraq çox geniş bir təqdimatla çıxış elədik. Fəaliyyətimiz haqqında geniş hesabat verdik və həmin hesabatda bizim iştirakçılar tərəfindən çox müsbət qarşılandı. Müəyyən problemlər də var və bu problemləri də hər bir qeyri-hökumət təşkilatı öz çalışdığı sahədə bu məsələləri qaldırdı və çox sağ olsun Dost Agentliyi, Fərid müəllim çox gözəl izah etdi ki, hansı problemlər artıq müzakirə olunur, hansı problemlər artıq nazirlik tərəfindən də artıq qaldırılıbdır və ümidvarıq ki, bu problemlərin də həlli yollarında olandan sonra biz daha geniş, daha gözəl bu iş əməkdaşlığını qura biləcəyik. Biz hər iki tərəfi, dövlət qurumlarının bu günləri gördüyü işləri də və eyni zamanda vətəndaşlarımızı da maarifləndiririk ki, vətəndaşlar biləndə, qanunvericiliyi onlara biz çatdıranda bu anlaşma gözəl olanda deməli məmnunluq da inşallah ki, yaxşı olacaqdır. Burada çox yaxşı bir təklif irəli sürdü ki, Dost Agentliyi bildirir ki, biz artıq qeyri-hökumət təşkilatlarından praktik layihələr üzərində işləməyi üstünlük verəcəyik və bu bir sevindirici məqam oldu. Mən özüm də təklif elədim ki, bizim qeyri-hökumət təşkilatlarının regionlarda müxtəlif layihələr icra edir və Dost Agentliyində regionlarda müxtəlif bölmələri var, mərkəzləri var. Biz artıq bax, vətəndaşların maarifləndirilməsi, vətəndaşlara yönəliş sosial layihələri Dost mərkəzinin regional büroları ilə birgə edə bilərək. Yəni, bu çox maraqlı olar, mən hesab edirəm ki, qeyri-hökumət təşkilatları hər zaman maraqlı ki, dövlət qurumları ilə birgə işləsin və xüsusən bilirik ki, əsas istiqamətdə sosial sahədir. Sosial sahədə inkişaf var, uğurlar var, ən əsası islahatlar davam edir və bu islahatlarda QHT-lərin rolu danılmazdır. Çünki QHT vətəndaş cəmiyyəti təşkilatları, vətəndaşla dövlət qurumları arasında körpüdür. Maarifləndirmədə qeyri-hökumət təşkilatları mühüm rol oynayır. Yəni, bu istiqamətdə hesab edirəm ki, Dost Agentliyi ilə vətəndaş cəmiyyəti təşkilatları yeni mərhələdə əməkdaşlıq edə biləcəklər.